ildir Azərbaycan adlı layihəni icra edirik. Gənclər Yardım Fondu Bakı şəhərində, Sabirabad rayonunda keçirdik, Şamaxı rayonunda keçirdik, ilkin olaraq Bakıda keçirdik. Layihə çərçivəsində milli dəyərlərimiz, milli geyimlərimiz, kəlağayımız, milli baş geyimi olan kişilərimizin baş papağı burada təbliğ olunur, sərgilənir, milli geyimlərimiz təbliğ olunur. Məqsədimiz Azərbaycan kəlağayısının əzəlki şan şöhrətini özünə qaytarmaqdır. Azərbaycan xanımlığının, xaxamlığının bu kəlağayımız simvoludur. Bu kəlağayımız 2014-cü ildə Azərbaycan Respublikasının vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun qeyri-maddi mədəni üslə reprezentativ siyasına daxil olmuşdur. Bax, bu gördüyünüz kəlağayların çoxusu sandıqlardan yığışdırılıb bizə təqdim olunanlardır. Bunun qorunub saxlandığı qədər də istifadəsi, görüntüsü vacibdir. Ona görə ki, itib batan naxışlarımızı biz qorumalıyıq. Əgər bu sandıqda qalsa, deməli bizim bu naxışlarımız Herati kəlağayıdır, Soğanı kəlağayıdır, bu da Herati kəlağayıdır. Bu gördüyünüzdə yenə noxudu kəlağayıdır. Həm rəngi noxududur, həm də görürsünüz üzərində bax belə xırda noxud kimi belə xallar var, güllər var. Ümumiyyətlə xallarla, güllərinlə, naxışlarla kəlağalarımız çox gözəldir. Düzdür, bunlar biraz elə bir səhnə üçündür. Ancaq biz bunu sadə naxışlarla gündəmə də gətirə bilir. Gündəlik həyatımızda bax gördüyünüz bu naxışlarla adi bir parçanın üzərində də göstərə bilsək yaxşıdır. Nadir kəlağayı nümunələrindədir. Sonda keçirdiyimiz tədbirdə Şamaxıda bunu mənə Nəzakət xanım, ictimai xadim hədiyyə verdi və mən də doğrudan çox maraqlandım. Mən elə heç bir kəlağayı görməmişdim. Fikir verin, bunun toxunuşunda tamam fərqli bir, burada görürsünüz necə bir sıx toxunur, nazik toxunur. Mən də elə bugün də bu kəlağayını istifadə etdim. Bax, bu araqçılarımız da bizim də bu milli baş örtüyüdür. Bu da çox vacibdir ki, bax bunlar olsun. Əvvəldən hər bir xanımın bir kəlağayısı olurdu. Hər bir xanımın bax belə araqçılı olurdu. Xanımlar toy olanda, gözəl günlər olanda, əziz günlər olanda bugünkü kimi salonlara qaçmırdılar. Bahalı paltar axtarmırdılar. Diş taban ayaqqabı gəzmirdilər. O gözəl hörüklərinlə bax, bu kəlağaylarımla seçilirdi, bir-birinə çox yaraşırdı və onun kəlağayısı belə gözəl. Sizin kimi uzun yubqalar köynəyi. Bir yaxşı söz dediniz ki, indi toylara gedəndə xanımlar qarışıq salonlardan istifadə edir. Bizim atalar sözü, zəhn əsərlər bu baxımdan nə deyim ki, bir 22 il verilmesidir. Yəni, qıza yılsam yekun olur. Qeyimlə bağlı belə bir gözəl atalar sözü var. Deyib, gözəllik ondur, çox uzundur. Oradan da insan gözəlləşdirən onun belə gözəlliklərini. Deyirəm, bağda bülbül oxudu, güldən çərəng toxudu. Özüm sarı donmuyam, kəlağayım noxudu. Ay Allah, ne güzel. Səmiyyə yox, yəni istənilən bir tədbirdə. Həmişə kəlağayı taxmışam uşaqlarımın başına. Nə? Qoy ki, qoy uşaqlıqdan görsünlər ki, bu kəlağayı bizim milli dəyərimizdir. Deməli, bizim layihəmiz Azərbaycan layihəsidir. Bu layihə çərçivəsində tədbirlər keçiririk. Buna görə də Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstək Agentliyinə bizim layihəmizin qalib olduğuna görə təşəkkürümü bildirirəm. Maliyyə dəstəyi. Biz də sizi təbrik edirik. Təşəkkür edirəm ki, bu milli mənəvi dəyərlərimizə verilən dəyərdir ki, bizim layihələrimiz qalib elan olunur və biz də çox böyük məsuliyyət hiss edərək özümüzdə böyük həvəslə, eşqlə layihəmizi icra edirik. Sağ olun, təşəkkür edirəm. Yerimizi alaq. Hər birinizi xoş gördük. Hər birinizə təşəkkür edirəm ki, bizim səsimizə səs verib dəvətimizi qəbul edib gəlmişsiniz. Bugünün vətənindir Azərbaycan layihəsi çərçivəsində tədbir keçiririk. Tədbir Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2026-cı il qrant müsabiqəsinin qalibidir. Layihə çərçivəsində Sabirabadda, Şamaxıda tədbirlər keçirdik, sərgilərimizi təqdim etdik, milli geyimlərimiz, kəlağaylarımız və katalog hazırlamışıq. Katalogda bizim burada Marikoda hər yerdə sərgilənib, bugün də sərgilənəcəkdir. Və mən istərdim ki, vətənimizin bütövlüyü, azadlığı uğrunda canından qanuna kimi şəhidlərimizin vəzifəsini çıxıb elədir. Rəhmət sizə ey şəhidlər, yurd uğrunda şirin canla keçirlər. Dövlət verir səslərini.
bugün tədbirimizdə iştirak edir. Bu anaya bir alqış istəyirəm. Aziz ana, sizə təşəkkür edirəm ki, bugün tədbirimizə gəlmişsiniz. Bax, budur ucalıq, bax, budur Azərbaycan xanımları, doğrudan da Mərvi Mərdana doğan, övladını vətən yolunda qurban verir və bugün vətənin belə ağ günündə, vətənin tədbirlərində gəlib iştirak edirsə, vətən sizlərin sayəsində ayaq üstədir, sizin övladların o qanlarının sayəsində, qazilərimizin canlarının sayəsində vətən dünya birliyi tərəfindən çox böyük qeyrəti sərgilənir bizim xalqın. Öpürəm sizi, bağırma basıram əziz ana, var olasınız. Bizim əzizimiz Lalə xanım da şəhid bacısıdır. Lalə xanım, siz də var olun, Allah sizə də güc qüvvət versin. Şəhid İsmailimizin bacısıdır. Qazilərimiz tədbirdə iştirak edir. Talib müəllim, siz də var olun, siz də şəhidlərimizin şahidisiniz, sizə də təşəkkür edirəm. Hər zaman tədbirlərimizə iştirak edirsiniz. Bugün Vətəndir Azərbaycan layihəsinin icrasıdır. Layihə çərçivəsində bizim aşıqlarımız iştirak edəcək, ürəyində sözü olanlar çıxış edə bilərlər. Mən elə ilk öncə istəyirəm sözü şəhid arasına verəm. Bəlkə bir-iki kəlmə nəsə deyərsən. Aydın, bir ağrı çəkdiniz. Salamlayıram hamısını, bütün tədbir iştirakçılarını. Çox sağ olun Gül xanım dediyi sözlərə görə. Sizə bu xalqımızın, elimizin adət ənənəsinin təbliğatında gördüyünüz işlərdə, yollarda uğurlar arzulayıram. Var olun. Azərbaycanın tarixini unutmamaq biz vətəndaşların borcudur. Yəni gələcəyimiz keçmişimizdən asılıdır. Başladığınız bu iş yol çox uğurlu, mənalı, xalqımız üçün xeyirli bir yoldur. Bu layihəniz də lap gözəldir. Vətəndir Azərbaycan. Hər bir vətəndaş, hər bir Azərbaycanlı vətənimizin gələcəyini daha da parlaq görmək üçün çalışmalıdır. Bu yolda sizə uğurlar arzulayırıq. Çox sağ olun. Sağ olun, minnətdaram. Lalə xanım, buyurun. Bütün tədbir iştirakçılarını salamlayıram. Vətənimdir Azərbaycan layihəsində iştirakçı olduğum üçün çox şanslıyam. Çünki biz vətən üçün sözdə deyil, əməldə doğulanların yanındayıq hər zaman. Vətənim Azərbaycan və onun milli adət-ənənələri, milli dəyərləri hər zaman bizim yolumuz olmalıdır. Bu qədər. Çox sağ olun, Allah'ın davam edir. Deməli, Mirvarid Dilbazi Poeziya Məsidləri heyətimizi səmimi sayıya söz vermək istəyirəm. Bizim müasir dövrdə bayaqlarımızın ən gözəl yazarı və fərqləşisi. Buyurun. Salamlayıram hamını, xoş gördük sizləri, mənim əzizlərim. Yer göyə yetər eşkin, sər yerə bitər eşkin. Min düşməni, kül eyləm, tək bircə vətən eşkin. Hasarı, dərk edirəm hasarı, tələb vuran yaranı kəsməz qanı, ha sarı. Gülə sarı, gəl, gülüm gülə sarı, könlüm, bülbülə dönür, burnuxor gülə sarı. Kəlanayım, ay yaşır, baxanda göz qamaşır. Mən ona yaraşıram, o da mənə yaraşır. Sağ olun, minnətdaram hamısı. Mən indi sözü vermək istəyirəm. Vətəndaş iştirakçılığının təşviqinə Dəstək İctimai Birliyi sədri Talih Əliyev, milli mənəvi dəyərlərimizin çox gözəl təbliğatçısı, təqdimatçısı, layihələrdə hər zaman bizimlə bərabər olan 44 günlük vətən müharibəsinin qanlı tarixinin canlı şahidi Qazi Talih Əliyevdir. Hörmətli tədbir iştirakçıları, dəyərli xanımlar, dəyərli bəylər, həqiqətən də Güllü xanımın keçirdiyi hər bir tədbir əsl milli bir bayram, milli bir şənlik əhval-qəsində keçirilir. Bunun da bir neçə vacib səbəbləri var. Onlardan biri odur ki, tədbir təkcə sözlərlə ibarət olmur. Həm də mədəniyyətimizin, milli mənəvi dəyərlərimizin əyani təbliğinin şahidi oluruq. Eyni zamanda tədbirin rəsmi hissəsi ilə yanaşı bir bədii hissəsi də olur və o bədii hissədə də biz sazı, sözü və milli dəyərləri bir arada gördük. Buna görə mən Güllü xanıma təşəkkür etmək istəyirəm. Bu layihədə Güllü xanımın bilgiyenliyi də olmuşdur. Təkcə milli mənəvi dəyərlərə həsr olunan söz və sənətin vəhdəti deyil, həm də milli mənəvi dəyərlərimizin sərgisi də təşkil olunubdur və tədbirin əvvəlində bizi
Azərbaycan kişi və qadın baş geyimlərinə, o cümlədən Azərbaycan qadınlarının milli geyim forması ilə tanış edərkən maraqlı bir ifadə işlətdi və hər birimizə çağırış etdi ki, evlərinizdə, sandıqlarda qalan çalarlarımızı başqa sözlə ifadə edəsək, Azərbaycan mədəniyyətinin, Azərbaycan tarixinin parçalarını bu muzeyə təqdim edin ki, bu muzey vasitəsilə də yenidən o əl işlərinə, o milli mənəvi dəyərlərimizə yeni bir həyat verilsin, gənc nəslimiz, böyüməkdə olan sabahın Azərbaycanlıları öz milli dəyərləri ilə daha yaxından tanış olmaq imkanı qazansın. Mən fürsətdən istifadə edib Güllü xanıma, onun yaratmış olduğu Kəlağayı Ev Muzeyinə yer ayırdığı üçün, şərait yaratdığı üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Cənab Nazirə təşəkkürümü bildirirəm ki, biz hətta Güllü xanımgilin ofis təqdimatında da iştirak elədik və burada nümayiş olunan milli mənəvi dəyərlərimizin həmən ofis şəraitində nümayişinin şahid oldu və inanıram ki, inşallah gələcəkdə yenə də Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu muzeyin eksponatlarını biz daha böyük salonlarda, daha böyük yerlərdə nümayiş olması üçün yeni imkan, yeni şəraitin yaradılmasına şahid olacaq. Amma bugün buna da şükür deyirəm, bugün yaxşı ki, bu imkanlar vardır. Mən məlumatım var Güllü xanımgilin işindən. Xeyli zamandır, özür bayaq bir ifadə işlətdir, çox vaxtınızı almaq istəmirəm, amma bunu hesab edirəm ki, hər birinizin bilməyiniz vacibdir. Güllü xanım bir neçə ildir artıq Kəlağayını Azərbaycanda il boyu təbliğ edir. Həm 26 noyabrda Azərbaycan Kəlağayasının Dünya Birliyi tərəfindən tanındığı günü bayram edir, həm də hər ilin yaz aylarında, xüsusilə də Novruz bayramı ərəfəsində bu il səhv etmirəmsə 3-cü Kəlağayı festivalı keçirildi ki, Kəlağayının festivalı da keçirilir. Bu doğrudan da çox gözəl, nəzif bir dəyərdir, nəzif bir adət-ənənədir və artıq mən deyərdim ki, bu tədbirin keçirilməsinə Azərbaycanın həm Mədəniyyət Nazirliyi səviyyəsində dəstək verir, həm də Bakı Şəhər İcra Hakimiyyəti, xüsusilə də Xətai rayon İcra Hakimiyyətinin bu tədbirlərin təşkilində daha yaxından iştirakına biz şahid oluruq və inanıram ki, bu tədbirlər növbəti illərdə bütöv Azərbaycan miqyasında daha geniş, hətta mən deyərdim ki, təkcə Mirvari Dilbazi Poeziya Məclisinin tədbirlər plan çərçivəsində deyil, elə Mədəniyyət Nazirliyinin özünün illik tədbirlər plan çərçivəsində təbliğ olunacaq. Çünki bayaq Güllü xanım öz çıxışında bildirdi ki, məhz Azərbaycanın vitse-prezidenti Mehriban xanımın təşəbbüsü ilə Azərbaycan Kəlağayısı beynəlxalq aləmdə tanıdılıb, təbliğ olunub. Bugün hörmətli tədbir iştirakçıları, müharibə təkcə coğrafiyaların işğalı ilə aparılmır. Bugün müharibə həm də ayrı-ayrı xalqların yaratmış olduğu milli mənəvi dəyərləri öz adına çıxmaqla, o xalqların dəyərlərinə sahiblənməklə aparılır. Və bu sahədə də biz təkcə mənfur qonşumuz olan ermənilərə tarixi torpaqlarımızı işğalı ilə, belə deyək də, işğal faktı ilə üz-üzə deyilik. Bu mənfur qonşumuz ondan da mənfur olan Rus imperiyasının dəstəyi ilə, Rus imperiyasının himayəsi ilə Azərbaycanın mədəniyyətini, milli mənəvi dəyərlərini yüzüllərdir işğal edir. Bugün burada çox gözəl sözlərini bildirdi, hətta canlı olaraq növbəti bir bayatçısını araya ərsəyə gətirdi. Bizim hörmətli tədbir iştirakçımız. Elə geyiminə görə demək istəyirəm ki, Azərbaycanın ən məşhur xalq mahnılarından olan Sarı Gəlin mahnısına ermənilər bugün də iddia göstərir. Ermənilər bugün də bizim xeyli sayda milli geyimlərimizə iddia edir, mətbəximizə, musiqi sənətimizə. Yəni bunları vurgulamaqda məqsədim odur ki, sağ olsun Güllü xanım həqiqətən də o qurucu babalarımızın adına belə bir ifadə işlədilir. 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətini yaradan o böyük kişilər haqqında belə bir ifadə işlədilir ki, onlar yoxdan bir bayraq yaratdılar və Azərbaycanın başı üzərində dalğalandırdılar. Bugün Güllü xanım da sözün əsl mənasında öz cəsarəti ilə, öz qətiyyəti ilə bir Mirvari Dilbazi Poeziya Məclisi yaratdı və o məclisin daxilində Azərbaycanın milli mənəvi dəyərlərinin təbliği istiqamətində qısa bir müddət ərzində çox böyük uğurlara imza atırdı. Bugün bəli, təkcə Kəlağayımız deyil, həm də kişi baş geyimlərimiz bu təşkilatın fəaliyyəti nəticəsində yenidən geniş təbliğ olunur. Çox vaxtınızı almaq istəmirəm, elə bugünkü tədbirdən olan təəssüratlarım olaraq bunları bildirirəm. Bəli, həqiqətən də biz
yenidən milliliyimizi özümüzə qaytarmaq istəyiriksə, uşaq vaxtından bayramlarda, gözəl günlərimizdə uşaqlarımızı o milli geyimə alışdırmalıyıq ki, onlar böyüyəndə artıq buna babaların, nənələrin geyimi kimi deyil. Elə gözəl günlərin, xoş günlərin ən qiymətli, ən yaraşıqlı geyim kimi baxıb onunla həvəslə istifadə eləsinlər. Gülü xanım, bir daha sizə təşəkkür edirəm və fürsətdən istifadə edib sonunda Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə təşəkkür edirəm ki, sizin həqiqətən də çox vacib, strateji bir sahədə olan fəaliyyətinizi dəstəkləyirlər və hər tərəfli sizə dəstək verirlər. Sağ olun, var olun. Uğurlar arzulayıram sizə. Deməli, Kəlağayı haqqında bizim klassiklərimiz yaradıcılığında bir-iki bənd şeirlər sərgiləyiblər. Abbas Tufarqanlıda, Aşıqalıda, Dədə Ələsgərdə, Səmətulun yaradıcılığında, hətta Ulu Nizaminin yaradıcılığında da rast gəlmək olur. Ancaq bütöv Kəlağayı şeirləri yox idi. Və biz bu təbliğata başlayanda şairlərimiz maşallah olsun elə təbə gəldi ki, nə qədər Kəlağayı haqqında şeirlər yazıldı və biz də Kəlağayı haqqında mən deyərdim ki, bəlkə də ona qədər kitab araya, ərsəyə gətirib araşdırmalar aparmışıq. Mən darıxmamaq üçün söz, saz, belə tədbirimizi aparacam. Mən Aşıq İsmail İncəliyə söz vermək istəyirəm və deməli İsmail qardaşım gözəl ifa edəcək. Bax, bu gördüyünüz Kəlağayı, bəlkə heç İsmailin də xəbəri yoxdur. Qazax rayonunun İncə dərəsinin Qaymaqlı kəndində İsmailin anasının Kəlağayısıdır. Sandığından çıxardıb mənə veribdir. Bax, bu Kəlağayı sənə tanış gəlir, yoxsa gəlmir, bilmirəm. Və deməli, sizin evdə olanda harada istəyirsiniz. Və bu Kəlağayıdan bizim muzeydə var, yeraltı Kəlağayı, qədimi Kəlağayı. Mənim əzizlərim, şair Mədəd Məhbub yazır ki, bu millətin torpağıdır Qarabağ, bu millətin torpağını qaytarın. Bu millətin papağıdır Qarabağ, bu millətin papağını qaytarın. Bax, papağımızı belə anaların oğulları qaytardı. Müşfiq Orucovun anası bugün bizimlə buradadır. Oğlu 700 bal yığını instituta girmişdi. Anasının bir oğluydu. Elə bu anaların özü vətəndir. Şəhidlərimizin özü vətəndir. Hər şəhid bir bayraqdır deyərdim mənim əzizlərim. Yollar dolana, elçi göndərim anağa, mənim ola yerlər gödəri, mənim ola yerlər gödəri. Ay güldü çay, ay güldü çay, üfəhli çay, hindi çay, ürəyimə qol salsın, mənə versin güldü çay, ürəyimə qol salsın, mənə versin güldü çay.
İctimai Birliyin sədri Esmira Rəhimovaya söz vermək istəyirəm. Əməkdar müəllim. Özü Kəlağayısı da təzədir, mübarək deyək. Güllü xanım bu vahiyəni layiqincə yerinə yetirir. Yəqin ki, ardı da olacaq inşallah. Və böyük təbrik edirəm ki, o kataloq yaradır. Çox gözəl bir kataloq. Oturub kataloqa baxdıqca görürsə ki, Azərbaycanın milli geyimlərini orada təbliğatını aparıb. Məndən əvvəl çıxış edən bəy dedi ki, Güllü xanım uzun illərdir ki, Kələyağı və bizim milli geyimlərimizin təbliğatını aparır. Bu həqiqətdir, həqiqətən də belədir. Biz fəxr edirik ki, bu günləri Güllü xanım kimi hörmətli, izzətli, səmimi, qayğıkeş bir insan bu işlə məşğuldur. Yəqin ki, gənclərimiz də bunu, bu təbliğatı eşidəcək, görəcək və Respublikamızda milli geyimlərin təbliğatı geniş yayılacaq. Sizi təbrik edirəm. Allah can sağlığı versin hamıza. Yenə də uğurlar. Mən indi sözü vermək istəyirəm Azərbaycan Milli Elmlər Akademiyasının dosenti Səkinə xanım Hacıyevaya. Mənim özüm Naxçıvan zonasındayım. Bizim zonada o çalağaylar həmişə Güllü xanım bizim özümüzdə nənəm danışırdı ki, bizdə həmin bu çalağaylı istehsal edən çexlər olubdu, alətlər olubdu. Orada istifadə ediblər. Bizim evdə də o noxudu çalağaydı, qara çalağaydı, ağ çalağaydı. Onun bütün növlərindən olubdu. Ondan başqa bizdə baş geyimi kimi çarşabdan bir də çadradan istifadə ediblər. Çarşabda yaşlı qadınlar adətən tünd rəngdə olurdu. O yas mərasimlərində istifadə edirdilər. Amma çadralar indi baxır Təbrizdə oldum mən. Təbrizdə də həmin o çadıra növlərindən istifadə olunur. 6-7 metr məsələn ölçüdə parçadan hazırlanıb bədənə yapışan olur. Bu dəqiqə Ordubadın Gəncə kəndinə getsən gəlinlər, yaşlı qadınlar hamısı o çadıra növündən istifadə edirlər. Arzu ederim ki bizim bu çalağaylar da bizim milli ruhda bütün xanımlarımız istifadə eləsinlər. Nə deyim, bundan başqa həm də kişilərin də baş geyimindən bizim tərəflərdə istifadə, börşdən istifadə edirlər. Hər halda indi də o istifadə edirlər. Düzdür, bizim börşlər ilə uzun olmur, qısa şəkildə. Bu dəqiqə Ordubadda bu keçirilən Qərbi Azərbaycana qayıdış festivalında bu 3 gün müddətində hamı baş geyimlərindən orada çox gözəl istifadə etdilər. Mən söz vermək istəyirəm, Aşıq Xədicə Gülçəli, Kəlağayısında görmək üzərində, Gülçəli adında, Gülçəli mahalının adında adını yanına yaraşdırır, sağ olsun, bu da bir elə məhəbbət, elə sədaqətdir. Aşıq Ələskər yazırdı ki, ay qız sənin nə qədərdir, kəsilib qısat edilər, Kəlağayı əlvan bilir, üstündən basat edilər. Və bir də yazırdı, Çərşənbə günündə çeşmə başında gözüm bir ala göz kanıma düşdü. Ahdı müjgan oldu, keçdi sinədən cari qəmzələri, kanıma düşdü. Aşıq Ələskər uzaq görən idi, tərqət yoxsuydu. O Kəlağayını niyəliyirdi, Çərşənbə günündə çeşmə başında niyəliyirdi. Bilirdi ki, zaman gələcək, o çeşmələr başı yığmaqsız olacaq, Kəlağaylarımızdan uzaqlaşacaq, Sovet hakimiyyəti bizim bu milli Kəlağayımıza təsir edəcək, Kəlağayımızdan uzaqlaşacaq və o öz misralarıyla bizə, özümüzə qayıdış edir. Və bugün milli dəyərlərimizə dəyər verin, hər kəs o misranı özündə bir baş ucaqlığı qədər bu günə gətirib çıxardı və həmin elə o sözün arxasından gedərək, bax biz bugün Kəlağaylarımızı o sandıqdan çıxartmağa nail olduq və bizim belə kəmərbəstə qızlarımız bu Kəlağaydan istifadə edirlər və nişan olanlarımız da, axsaqqallarımız da inşallah o Azərbaycan kişilərin məhmarından istifadə edir. Buyurun qızım. Sen
Deməli, Mirvarid Dilbazi yazır ki, məclisi nur saçlı biridən bir günəş, üzü gün, boyu sər, gözləri ateş. Dövrəyə alan tək bulutlar ayı, başına salmışdı bir kalarayı. Bax, bu kalarayı örtən qız, kalaraydan oldu. Kim yazır bunu? Bax, gözəl. Deməli, görürsünüz, bax, nə qədər kalarayı yazırlar, üstü var, qəşəngdə şeirlər yazırlar. Elə kalaraydan oxuduğuna görə, mən də Mübarək Dilbazi Poeziya Məclisində araya əsəri gəlir. Kalarayı bayramı və böyüyən qardaşım keçmişdən sabaha yol kalarayı tutasam, sizə hədiyyə edirəm və inanıram ki, çok sağ olun. Kalarayda çox qəşəngsə, həmişə də istifadə edin. Buyurun. Deməli, mənbəsiləri, biz ki, bu kalarayı haqqında yazırıq, deyirik, təbir edirik və bizim elə gənc qızlarımız da kalarayı haqqında şeirlər əzbərlər. Deməli, mənbəsiləri Qazaqda kalarayı tərbiyə keçiririk. Əməkdar Ricəsinin xadimi, Qazaq Yazıçılar Bölməsinin sədri Barak Müsaad tərbiyyə dəvət etdim. Dedi ki, qadınları hiç kalarayı bayramını keçirinlər. Mən neyəcəm orada? Dedim, yox, Barak mənim, belə bir şey yoxdur. Gəlirsiniz, kalarayı tək qadınların mövzusu deyil, həm də kişilərin mövzusudur. Nə mənada? Kişilərin də anaları, nənələri, həyat yoldaşları, qızları, gəlinləri bu kalarayda istifadə edirdi. Biz də gəlməsində gəldi, gözəl bir şeir yazdı. Çox, mən bu kalarayı haqqında yazmaq 300 şeirdən mən deyərdim ki, ən gözəli həmən o şeirdir. İndi Mübarək Dilbazi Poeziya Məclisimizin, bizim gənc qızımız Zəhra xanım Əzimova ilə o şeiri mən deyəcəm. Sən başlayırsan mənə. Buyur. Vətən torpağının bir hissəsidir. Onu unutmayan gərək mən anam. Mənim gözlərimdə uşaq vaxtları, anam çalağaydı, çalağay anam. Xalqımın müqəddəs aləti çoxdur. Ondan dərs alsın hər duha gərək. Qızlar hamıda maşallah olsun. Cehiz xanımın da çalağaydı. Daima əzəli səngəlindədir. Məhəbbəti aydın, həsrəti məlum. Vətəndir çalağayı örtən analar. Yer yurur yerində, sərhəddi məlum. Kalavay qüdrəti qılınclar iti, qarşısında məğlub düşmən min-mindir. Nələr vardır ki, kalavay ötür, deyərdir, başımın ağrısı bildir. Dava yatırmağın yolunu bilərdi. Hər siyasətçidən nələr ötədir. Kağıda yatınca ayaq altına, onun üstü kəsər, dava bitərdi. At minən bacını xatırlayıram. Oğlanlarla birgə nələr almaq üçün. Toylarda at sürər, yarışarlar. Görürük toylardan geri dönəndə atının boynunda kəlavayı. Deyəndə dərdimi kimə deyirəm? Ona ki, onunla olmaz üzü qara. Əyəndə başımı kimə əyərəm? Əlbəttə kalavay örtən qızlara. Kalavay deyildir adi bir örtü. Oxumaq istəsək hilm olacaqdır. Qızlar, başınıza kalavay örtün. Nə arzu desəniz hasil olacaq. Nə yuxu görürsəniz çin olacaqdır. Yetər anam üçün kalavay yetər. Yan başından belə yarsın. Başdaşı üstəki şəklində də hələ başından kalavaysın. Hələ başından kalavaysın. Təşəkkür edirəm, var olun. İndi isə Aşıq Samir Borçalı buyursun. Zəlimxan Yarımə yazır. Yazır ki, mən papaq deyəndə ata yurduna sonsuz məhəbbəti salıram yada. Ana bacılara ər vəfasına namusu qeyrəti salıram yada. Necə sevinərdi kişi görəndə, papana hörməti salıram yada. Oynamır qamçısı kişinə mürətı. Ay kişi də, gözümə az deyil qara papaqlar. Gözümə az deyil qara papaqlar. Əvvəla hər birinizi salamlayıram, Türlü xanım. Təşəkkür edirəm, zəhmətinizə görə minnətdaram. Allah hər birinizi var eləsin. Şəhid analarını salamlayıram, şəhid bacılarını salamlayıram. Allah sizləri bölürsün. Və Ələsgər babam bir sözündən ehtiyat. Geride
gəlinə, gedin deyin o gəlinə, ölürəm yanıma gəlsin, ölürəm yanıma gəlsin. Gəlsə bəlkə taxam şəfa, gəlsə bəlkə taxam şəfa, baxmasın yanıma gəlsin, ya özü yanıma gəlsin. Gəlsin, 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 ölürəm yanıma gəlsin, qadası canıma gəlsin. Deryaların adası var, deryaların adası var, Ələsgərin sədası var, Ələsgərin sədası var. Hədinə ki qadası var, yarınə ki qadası var, namərdin canına gəlsin, ölürəm yanıma gəlsin. Gəlsin, 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 ölürəm yanıma gəlsin, qadası canıma gəlsin, ölürəm yanıma gəlsin, qadası canıma gəlsin. İndi isə Naqib Xəstəliklər Təşkilatları İctimai Birliyi rəhbəri Səadət Bayramovaya söz vermək istəyirəm. Buyurun Səadət xanım. Bugün bu tədbir həqiqətən bizi özümüzə qaytarır, bizi keçmişimizə, milli mədəni irsimizə qaytarır. Görün, dədələrimiz, babalarımız, nənələrimiz nə qədər zəngin estetik zövqə sahib olublar, nə qədər fəlsəfi düşüncəyə sahib olublar ki, bu kalağayların üzərindəki naxışlara baxanda baxırsan ki, nə qədər burada zövq var, nə qədər dünya görüşü var əslində. Görün, neçə əsrlərdən bəri süzülüb gələn bizim milli mədəni irsimizdir. Bunu unutmaq qətiyyən olmaz, bunu yaşatmaq bizim borcumuzdur. Çünki bizim üzərimizə ən asandı düşür işin əslində. Çünki insanlar, adamlar yaradıblar, qurublar, bizə ötürüblər. Kəlağay tək bir baş örtüsü deyil. O, bir millətin ailə dəyərləri, bir millətin dünya görüşü, milli estetik zövqünü göstərir özündə. Kəlağayımız hazırda, səhv etmirəmsə, 2014-cü ildən UNESCO-nun bəşəriyyətin qeyri-maddi dəyərləri siyahısına salınmışdır və qorunmağa davam edir. Bu, Güllü xanım, mən sizə həqiqətən təşəkkür edirəm. Siz çox zəngin qadınsınız. Siz çox zənginsiniz həqiqətən. Çünki belə bir zənginliyi, bir xalqın milliliyini özünə qaytarmaq, onu yaşatmaq, davam etmək, bunun təbliğatını aparmaq böyük bir zənginlikdir. Hər ürək, hər kəs bunu yəqin ki edə bilməz. Amma bizim Güllü xanımın üzündəki o nurluq, o nuranilik, o gözəllik həqiqətən bir ahəng, həmahəngdir. Yəqin ki, siz də mənimlə razılaşa bilərsiniz. Və Güllü xanımın bu işi görməsi, həmçinin Mirvarid Dilbazi bizim unudulmaz böyük Azərbaycan xanımının, böyük Azərbaycan qadınının yaşaması, onun tanıdılması, onun hər dəfə yad edilməsi, yada salınması da böyük bir savab işidir. Və bu işdə mən sizə təşəkkür edirəm və uğurlar arzulayıram. Və qeyd etmək istərdim ki, milli mədəni irsimiz təkcə Kəlağaydan ibarət deyil təbii ki. Burada kişilərin də baş geyimi vacib məsələdir. Çünki
Hatırlayırıq bizim atalarımız Qaragüldən çox gözəl baş geyimləri giyərdilər. Çox uzun keçmiş deyil, mənim atam da giyərdi, babalarımız da giyərdi, əmi dayılarımız da giyərdi. Amma sonradan necə oldusa bu kepkalar ortaya çıxdı. Kişilərin... Əslində Kəlağayda belədir də, necə Kəlağaydan uzaqlaşdırdılar, Bəli. yeni dəvr başörtülər gəldi. Bu elə bir ki, məxsusi olunmuş bir şeydir əslində. Milləti... Kişilərin baş papağı da dəyişirildi, siz dediyiniz kimi. Bəli, milləti unutturmaq, onun birinci mədəniyyətinə əlindən almaqla başlayır, zərbə vurmaqla başlayır. Bu da həmən bir məsəldir. Ona görə çalışmalıyıq ki, təbii ki, bizim milli mədəni irsimiz qorunsun. Gələcək nəsillərimiz özünü tanısın, kökünü tanısın, milliliyini tanısın. Yoxsa millət məhv olub gedər. Və bir də bir şey demək istərdim. Əslində bizim millətimiz güclü bir xalqdır əslində. Görün, neçə illərdən bəri, neçə əsrlərdən bəri bu irs qorunursa, demək ki, bu millət yaşamağa layiqdir. Və burada bizim şəhid anamız əyləşibdir. Əziz ana, sizə baş əyirəm qarşınızda, eləcə də bütün şəhidlərimizin analarına, valideynlərinə. Allah şəhidlərimizə rəhmət eləsin. O oğullar olmasaydı, bəlkə bizim qədim torpaqlarımız yenə də düşmən tapdağı altında qalacaqdı. Amma çox şükür, nə qədər ki, Azərbaycan suverendir, müstəqildir, hər şey özündədir, o qədər də milli mədəni irsi davam edəcək, qorunacaq. Hər birinizə təşəkkür edirəm, uğurlar arzulayıram. İndi isə mən sözü vermək istəyirəm. Mübarək İbrahim Poeziyası qabiliyyətimiz, Kəlağay Muzeyi ilə çalışın. Mənim əzizim, bu yolda mənimlə beraber xədəkarcasına yol gedən müəllimə Sayalı xanım Dadaşova. Necə müqəddəsdir, necə gözəldir. Nənəmin örpəyi, şalı Kəlağay. Bənziyir göylərin göy qurşağına, qırmızı çəhrayı, sarı Kəlağay. Bu Kəlağaylar göy qurşağının 7 rəngindən 700 deyərəm növ Kəlağay yaranıb. Bu Kəlağaylar ulu babalarımızdan, ulu nənələrimizdən, keçmişimizdən bizə qalan yadigardır. Bu Kəlağaylarımızı qoruyub, saxlayıb, gələcək nəsillərə ötürmək bizim borcumuzdur. Və biz bu Kəlağayları Güllü xanımda görmüşük. Güllü xanım təbliğ eləyib, o mənim yanımda nə qədər əziyyət çəkib, mənə yaxın olub. Mən onu görmüşəm, bir, onu necə alıb, necə gətirib, çoxsunu öz xərcinə, öz pulunla alıb, bir hissəsini nənələr öz sandığından çıxardıb bağışlayıb. Güllü xanım, bax, bu qədər Kəlağayı, bəlkə bu qədər də evdədir, yığıb, muzey yaradıb. Və bu muzeydən gərək hamımız istifadə eləyək, Güllü xanıma kömək eləyək. Mən həmişə çalışmışam ki, Güllü xanımın yanında olam, Mirvarid Dilbazi Poeziya Məclisinin bir üzvü kimi Kəlağay Muzeyi onun nəzdində yaratdı Güllü xanım. Mən də onun yanında olmuşam çox vaxtı, bacardığım qədər. Allah ona can sağlığı versin ki, bu təbliğatı aparır. Mən orta məktəbdə bir müəllim kimi həmişə uşaqlarıma, şagirdlərimə bu tədbirlərdə Kəlağay bağlamışam. Onlar balaca olduqlarına görə balaca Kəlağaylar var. Güllü xanım ona nə 4də1 Kəlağay deyir, nəsə Kəlağay deyir. Bax, o Kəlağaylardan örtüb mənim şagirdlərim həmişə. Təbliğ eləmişəm ki, qoy onlar uşaq yaşlarından yadlarında qalsın ki, bu Kəlağayları gələcək nəsillərə ötürmək onların da borcu olsun. Beləcə Kəlağaylarımızı təbliğ edək, gələcək nəsillərə ötürək. Sağ olun. Deməli, Kəlağaylar bildiyiniz kimi, əvvəllər bir etrafımız santimetr olurdu, standart metrə yarıdır. Bir də törəmə Kəlağaylar, bu Kəlağaylar da o böyük Kəlağayların 4də1 hissəsidir. Buna nəmər Kəlağayları deyilir. Və bu Kəlağayların da laf balacaları var. Anamın bir yayılırdım, eşkilliyəm, hardı sardım, sən də bilsən, bir yayılırdım, yayıq sardım. Yəni bu mahnıya deyim, bax, həmin o yayıq buna deyirlər. Bu çift dəsmalıdır, çox nadir Kəlağayın nümunəsidir. O vaxtı bunların ciblərində zəngin kişilər, qadınlar gəzdirmişlər və bunların dəsmal alayı bunu işlədirmişlər. Bunu da
İsmail'dan dedilər. Bizim bir xanım dəftərdə qeyd eləmişəm və o xüsusi işlənibdir. Buna bir baxın, həm cib dəsmalıdır, həm də ki, törmə dörtdə bir kəlarayı. Ona görə də mən bu muzeyə gedilənləri, həmişə nənələrin onu şad olsun, sandıqdan çıxardıb bizə verir qızları gələnləri, onların adını çəkməyə özümə Zemfirə xanım. Bəzi, Zemfirə xanımın anasının kəlarayısıdır. Onun da bir nənəsi, babası kəlarayı ustası olurdu. Bax, sandıqdan bunları bizə verirdi. Mən indi sözü vermək istəyirəm şair qardaşım Mutluluq Xalayxanova. Buyursun bunun qarşında bizim gözəl şairimiz, Mübarək Poeziya Məsəlləri heyətimizdir. Bu çətin yollarda bizimlə də yoldaşıq. Tağazana qədər gelib çıxıb şairimizə bir almış gəlsin sizə. Milli mənəvi dəyərlərimizin isinin təbliğində, onların gənc nəslə çatdırılmasında göstərdiyi əməyə görə Güllü xanıma mən bir daha təşəkkür edirəm. Güllü xanım keçmişimizlə bugünümüzü birləşdirən bir körpü rolunu oynayır. Mən Güllü xanım Facebook səhifəsindən fəaliyyətinizi izləyirəm. Bu tədbirlər silsilə olaraq, mütəmadi olaraq rayonlarda keçirilir. Mən gördüm, Sabirabad rayonunda keçirilmişdi. Sonra bildiyim qədər Şamaxıda da keçiriləcək və bugün də bizim paytaxtımızda Bakı şəhərində keçirilir. Bayaqdan mən oradan baxıram Güllü xanım Çalağaylara. O çəməndə güllər necə ki, gözəl belə rəng-bərəng olurlar. Al, yaşıl, qırmızı, sarı. Vallahi Çalağaylara baxırsan adamın göz oxşuyur. Adamın ruhu dincəlir. Doğrudan da nə qədər bizim gözəl nənələrimizin, babalarımızın, bizim keçmişin necə gözəl adətləri var. Və onlar qloballaşan dünyada getdikcə itirdi. Şükürlər olsun ki, bu yolu, bu missiyanı siz çiyninize götürmüşsünüz. Bu yolda sizə uğurlar arzulayıram Güllü xanım. Vaxtınızı çox almaq istəmirəm. Elə tədbirin adı Vətəndir Azərbaycan. Burada şəhid anası iştirak edir. Şəhid anasının əllərindən öpürəm. Bir şeir desəm, elə Azərbaycanla bağlı yəqin ki, yerinə düşər. Müharibə təzə qutarmışdı. Mən özüm də onu qeyd edeyim, bir 14 il hərbidə olmuşam, hərbi qulluqçu olmuşam. Müharibə qutarandan sonra təbii ki, hamı sevinirdi. Mənim də sevincimin həddi yox idi. Belə bir şeir yazdım. Yaraların indən belə sağalacaq Azərbaycan. Alnın açıq, üzün daim ağ olacaq Azərbaycan. Çəkmisən qəlbinə dağı, rəzil olub artıq yağı. Bu zəfərdən hey damağın sağ olacaq Azərbaycan. Oğulların qorxmaz mətin, haq yolundan dönər çətin. Onlar ilə fəxarətin dağ olacaq Azərbaycan. Yenə saman, tərlansarlı, cıdır düzün, kaman, tarlı, Qarabağın gülüzarlı bağ olacaq Azərbaycan. Qarabağın gülüzarlı bağ olacaq Azərbaycan. Var olsun vətənimiz, var olsun Azərbaycanımız. Təşəkkürlər. Abi, həmsində bir xahişim olacaq. Deməli, mənim əzizləri, bizim o tədbirlərdə tək Xətai rayonu, başqa rayonlar deyə bilmərəm, şəhid analarına Xətai rayonu icra hökuməti başçısı Rafiq Quliyev satışda olan kəlaraydan alıb hədiyyə edir. İndi məndə emalatxana deyil, mən yüzüm çatacaq burada kəlaraylar var. Mən Aydın aradan soruşdum, Aydın ara, nəvəmiz var mı, dedi qız nəvəmiz. Mən istəyərdim, vətən oldu, bizim şəhid anamıza, bax, nəvəsinə bu kəlarayını özü, ürək söz, desin nə istəyir, nəvəsinə hədiyyə versin o kəlarayını. Mən söz deməkdə çətin istəyirəm, amma mənim üçün çox çətin oldu, ağır oldu. Allah şəhidimizə qəni rəhmət eləsin, məkanı cənnətdir, ruhu şaddır. Bugün onun uğrunda canı fəda elədiyi vətən və vətən övladları azad, suveren və eyni zamanda təhlükəsiz bir Azərbaycanda yaşayır. Biz şəhidlərimizin sayəsində, yaralı qazilərimizin sayəsində, dövlətdə silahlı qüvvələrimizin sayəsində bugün günü yaşayırıq və hər birimiz şəhidlərimiz başda olmaqla qazilərimizə, silahlı qüvvələrimizə və dövlətə xalqımıza əksər deməli ki, o 44 gün vətən müharibəsinin iştirakçısı kimi mən müharibənin gedişində xalqımızın nə dərəcədə o qələbə üçün o təşnə deyirlər, o vəziyyətdə olduğunun şahid olduğunu ona görə xalqıma təşəkkür edirəm, var olsun və
şəhid anası olaraq sizin qarşınızda baş əyirəm, şəhid bacımızın qarşısında baş əyirəm və bir daha şəhidlərimiz Allah rəhmət eləsin deyirəm. Ürək sözüm nədir? Mən nəvəmizə nənəsinin taleyini arzulamıram. Onun övladları Azərbaycanın müstəqil bayrağını sağlığında qaldırsın, onun nəsli, kökü, milləti onunla sağlığında fəxr edəsin. Xoşbəxt, firavan bir ömür arzulayıram. Çok sağ olun. Buyurun. Allah razı olsun. Mübarek nəvəmizin kəlarayısı, mənim ən çox sevdiyim kəlaraylar bunlardır. Deməli, Talib Əlmə vaxtı mübarəkdir. Deməli, Zurnaşlar dəstəsi idi, əmilərim idi, eləcə də kənddə qonşularımız belə. Və onlar toylara gedəndə onlara onun məməli kimi hədiyyə verirdilər. Və mənim uşaq vaxtı elə bu gedən çox sevdiyim kəlaraylar, elə bu qırmə kəlaraylardır. Xeyrində işlətsin, istifadə etsin. Həm də niyyət kəlarayısıdır, sevdə kəlarayısıdır. Təşəkkür ederim. Çox sağ olun. Əmilər, vətən oğullarına, vətən analarına fəxr edirik. Tədbirlərimizdə iştirak etməklərlə bizə çox qürur verirlər. Doğrudan da, valla mən bu şəhid analar tədbirdə iştirak edəndə məhkar qalıram bu anaların qüdrətinə ki, bu analar necə qüvvətlidir ki, vətənin ağ gününə əl çaldılar, vətənin bu gününə mübarək deyirlər, tədbirlərimizdə iştirak edirlər. Heç musiqi dinləmək havasında olmasalar da ancaq gəlirlər, bu tədbirlərdə iştirak edirlər. Mən indi isə bir aşığımıza söz vermək istəyirəm. Aşıq Nadir Şərim buyursun. Mənə zəmkan yazır ki, dağlar mənə gəl-gəldi sörəkdən, gəl belə bu yerlərdə qalaydım. Təbiyyətlə sevincimin dərdini, öl belə bu yerlərdə qalaydım. Nəfəsimdə yaşalardım məhdini, əzizlərin, səhlərin fəxrini, ömrün, günün, qiymətini qədim, bir belə bu yerlərdə qalaydım. Nə gözəldir bu yerlərin havası. Mən geçsəm də kördüm burada qalmasın. Səksənən qızlarımın balası, öl belə bu yerlərdə qalaydım. Mən yenidən Güllü xanım sizin tədbirdə iştirak etməkdən həqiqətən böyük sevinç hissi duyuram. Burada şəhid analarımızın, şəhidlərimizin məclisində onlarla bir yerdə olmaq həqiqətən özü qürur verici hissdir. Mən Aygün ananı salamlayıram. Aygün ananı mən şəxsən tanıyır.
onun övladının timsalında bütün şəhidlərimizin ruhları qarşısında baş əyirəm. Allah onlara rəhmət eləsin, məkanları cənnət olsun. Güllü xanım, mən sizə demişəm, siz mədəniyyətimizin anasısınız. Sadəcə bunu rəsmiləşdirmək lazımdır. Onun üçün Mədəniyyət Nazirliyinə müraciət etmək lazımdır ki, bu insan mədəniyyətimizin anasıdır. Çox gözəl işlər görürsünüz, həqiqətən. Kəlağayımızı tanıtmışsınız. Papaq işini başlamışdınız, bilmirəm, yarımçıq qaldı, yoxsa davam edirsiniz. Bu ayda məlumatım yoxdur. İnşallah papağımızı da tanıtdıracağıq. Azərbaycan xalqı həmişə öz mədəniyyəti ilə, öz keçmişi ilə fəxr edib. Yəni bizim ulu babalarımızın, yəni ulu nənələrimizin yadigarıdır bizə kəlağaylar, papaqlar. Bunları qoruyub saxlamaq lazımdır və qoruyub saxladığınıza görə də sizə təşəkkür edirəm ki, siz nə yaxşı ki, Azərbaycanda bu işi başlamışsınız və davam elətdirirsiniz. Gənclərimizə də baxıram, fəxr hissi keçirəm və sevinirəm ki, bizim gələcəyimiz əmin əllərdədir. Çox uzatmaq istəmirəm. Mən özüm Qərbi Azərbaycanlı olduğuma görə həmişə vətən həsrəti ilə yaşayan adamam və ümidimi heç vaxt itirmirəm ki, nə zamansa mən o torpaqlara dönəcəyik. Ora bizim ata-baba torpağımızdır. Cənab Prezidentinin dediyi kimi şərt o deyil, tankla, topla dönək. Əsas odur ki, qayda öz torpaqlarımıza doğru, öz vətənimizə doğru gedək. Orada məskunlaşsın, məskunlaşmayanda elə geçsən ən azından ziyarət eləsin. Elə qəribəm ki, mən burada sənsiz. Elə qəribəm ki, mən burada sənsiz. Ruhumun nazını çəkənim yoxdur. Öksüzəm, yetiməm, yutsuz, vətənsiz, başıma bir sığal çəkənim yoxdur. Dikilib gözlərim yollara yenə, xəyallar aparır. Xəyallar aparır ötən çağlara, həsrət qucağında döyünür sinə, hər dəfə baxanda uca dağlara. Baxdıqca uzanır gözümdə yollar, qalxır dağ döşünə cığırlar kimi, vahimə yaradan tikanlı kollar, yamaçdan boylanır fağırlar kimi. Xəyalım göylərdən seyr edir səni, acıyır halına, ağrı acına, həsrətin günbəgün saraldır məni baxdıqca al-əlvan dağ yamacına. Məhəmməd oğluyam xatirimdədir, qoynumda şən keçən ötən illərim, qəlbim kövrələndə ruhum gəl dedi, qələmə sarıldı yenə əllərim. Allah bizi də öz vətənimizə qovuştursun, düzdür, vətən birdir, vətənin o başı bu başı yoxdur. Amma mənim ata yurdum başqadır. İnşallah qaydacağıq bu torpağa. Bir daha sizə təşəkkür edirəm. Mən indi sonra söz vermək istəyirəm. Müqarib İbarət Məclisinin uçarını, Nailiyyət Qardılavini, Üstad Seyranoğlu. Buyurun sağlar. Çox sağ olun Güllü xanım. Mənim bugünkü çıxışım ancaq təşəkkür ola bilər. Həm təşəkkür edirəm bu günləri milli mənəvi dəyərlərə dəyər verən dövlət qurumlarına, xüsusilə Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə və təşəkkür edirəm Güllü xanıma ki, yorulmadan, canı könüldən çalışır, milli dəyərlərimizi canı könüldən təbliğ eləyir, Respublika üzrə. Hətta baxıram ki, Respublikadan kənarda da, yəni ölkənin hüdudlarından kənarda da canı könüldən təbliğ eləyir. Mən bu yolda Güllü xanıma uğurlar arzulayıram və bu yolda Güllü xanıma yorulmaz fəaliyyət arzulayıram, can sağlığı arzulayıram ki, bu üzərinə götürdüyü böyük yükü uğurla həyata keçirə bilsin. Sağ olun, hər biriniz bir daha xoş gəlmişsiniz. Teşekkür ederim. Nail Əsənoğlu Qazi buradadır, şairimiz. Buyursun, gəlsin, siz çıxış etsin. Vuruşanda qəhrəman kimi vursunlar, danışanda səkin səkin. Bu tədbirə Güllü xanım hər tədbirə mən dəvət edir, həqiqətən, yəni yardan çıxarmır, baxmayaraq ki, Güllü xanım bu qədər deyəcəyim tədbir olur, iş olur, var. Ona baxmayaraq, hər dəfə o telefonda və zəngdən mənə verdiyim ki, Vətən Müharibəli Qazisi kimi diqqətini göstərir, mənə əlaqə saxlayır, bilgiləşin adı tədbir var. Mən də Güllü xanım açıq gördüm, elə bax, bunu bilirsiniz, belə məsələyə gələbilir, amma imkan olan kimi mən gəlib iştirak edirəm, burada borc bilirəm. Bugün həqiqətən mən gəlməni istəyirəm, çox gözəl tədbir təşkil
təşkil olunub. Birinci də bu tədbir təşkil olunmasına kimlərin əziyyəti varsa, başda Milli Tədbirlərin sədri Güllü xanım oğlanla hamısı təşəkkürümü bildirirəm. Mən də Güllü xanım həmişə deyib, bir çox danışabilirsiniz, amma danışa bilmirəm deyə danışıram. Çox sağ olun. Siz Azərbaycan üçün hansı forma əldə eləmişsiniz? Həqiqətən bu qədər kəlağaylar, bu qədər nə bilim başörtülər, filan, milli geyimlər toplamısınız, tapıb toplamısınız. Valla o qədər çevremizdə adamlar var ki, istəyirlər bunu hazır olma gibi götürsünüz. Nə deyirsiniz, elə özünüz götürəyin. Qucağına sığınıram, üzərimə gəlir dünya. Oturduğum yerdə elə yıxılıram, gülür dünya. İstəyəndə şişə taxır, istəyəndə oda yaxır, elə süzür, elə baxır, oynadıb əl çalır dünya. Yalan çoxalır belində, yalan söz düşmür dilindən, ah çəkirəm əməlindən, utanmayıb alır dünya. Laləni görməyib boşa, əkərdir yosunla boşa. Sarıyar da qara daşa, yaşıl üzüm solur dünya. Yaşıl üzüm solur dünya. Təşəkkür ederim. Deyəm ki, dəl ozan, bas bağrına sazınır. Bir yol ilə gedək üzü dağlara. Tamamilə yarım qalmış yazını orada deyək sazla, sözü dağlara. Bircə imə nalə kəssin bir gəmi, havalanan səs göynətsin sinəmi, saz ağlasın, mizrab eləsin məni, bir təsəlli könlü, gözü dağlara. İnsaf elə, mühamilədir aşıq, dağ da dözməz bu həsrətə zor aşıq. Sinə yavaş-yavaş dur aşıq, unutaq ilə burada bizi dağlara. Bu şeye çok uzun bir de seviyem bence. De. Yadımda de. Koy kalsın. Mən davam edeyim. Bir telli saz havalandı nə gözəl. Unutmaya ehtiramdı nə gözəl. Məclisimiz mənalandı nə gözəl. Havalandım havasına bu sazım. Güllü evlər, bu saz sənə həyandır. Dinlədikcə çox razı oyandır. Aşıq, bu görüşdə ömrüm doğum oyandı. Havalandım havasına bu sazım. Havalandım havasına bu kızım. Diləmi aşıdır, indi vəziyyət necədir? Bu gözəl qızımız Göyçə olmaq istəyir. Göyçə yoxsun, ondan sonra siz... Dur, burada heç olmaz. Mən də yardım edeyim. Sonra siz elə Azərbaycanı tamamlayırsınız. Buyurun. Tamam,
Ben bir uşağım, sen bir ağam. Olur ki bağlıyam sana, olur ki bağlıyam sana. Hamsı sende, hamsi yanaya. Hamsı sende, hamsi yanaya. Ey sende, yuvam sensen, benim gülüm, babam sensen. Azerbaycan, Azerbaycan, yaşa yaşa, Azerbaycan. Azerbaycan, Azerbaycan, yaşa yaşa, Azerbaycan. Ay anam Azerbaycan, vatan Azerbaycan. Çox sağ olun Güllü xanım. Gözəl tədbiri ərsəyə gəlməsində çəkdiniz əziyyətinizi halal eləyin. Sağ olun, var olun. Valla çox möhtəşəmdir. Qədimliyimizi, milli adət-ənənələrimizi qoruyub saxlamaq hər birimizin bayaq dediyim kimi borcumuzdur. Bu yolda sizə uğurlar, can sağlığı arzulayıram. Bu gözəl tədbirə görə də, dəvətinizə görə də sağ olun, var olun. Sağ olun Aygün anam, minnətdaram. Mən sonda tədbir iştirakçılarına hər birinə bir təşəkkürüm bildirirəm. Əbədi Tədbirlər Birliyinin bugün rəhbəri üzvləri buradadır. Həmişə bizimlə bərabərdir. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Dünənki film çəkilişində də üzvlərimiz iştirak etdilər. Var olun. Polad bəy, sizə uğurlar arzulayıram və yeni yaradıcı uğurları diləyirəm. Sonda Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə bizə göstərdiyi maliyyə dəstəyinə görə, layihəmizin qalib olduğuna görə təşəkkürümü bildirirəm. Var olun, sağ olun, yaşasın sazımız, sözümüz, kəlağayımız. Şəhid anası, şəhid bacısı, var olun, əllərinizdən öpürəm. Sonda bir ayaq üstə bu şəhid anasını, şəhid bacısını, tanışlayan da sağ olun.